Salam uşaqlar, 47-ci sualla davam edək. Nümunədə tünd qara hərflərlə yazılmış sözlərin hər ikisini əsasında müəyyən edin. Yığılmış sözü və yaranır sözü. Kin üst-üstə yığılmış qəzəblərdən yaranır. Nədir yaranır? Nə kin? Qəzəblərdən. Hansı qəzəblərdən? Üst-üstə yığılmış. Aha, bax bu üst-üstə yığılmış. Biz bir yerdə bunu sintaktik sual veriləcəyik. Yəni cümlə daxilində təyin olur. Söz birləşməsinin tərkib hissəsidir. Baxaq. Bəli, yığılmış sözü doğrudur da. Ümumiyyətlə bunu kök şəkilçi ayıraq. Mış qrammatik, yaran sözün köküdür. Ir qrammatik, feilin xəbər şəkli. Deməli, yığılmış sözü feili sifətdir. Il leksik şəkilçi, məchul növdür. Məsələn, kitablar yığıldı. Nə yığıldı? Kitablar kim tərəfindən bilinmir, subyekt məlum deyil və feili sifətdir. Yaranır sözü isə quruluşsa sadədir, təsriflənən feildir. Söz birləşməsinin tərkib hissəsidirmi? Doğrudur. Uşaqlar, yox. Bizdə bax, şərtində deyir, hər ikisinə aid olmalıdır da hökm. Düzdür, birinci söz birləşməsinin tərkib hissəsidir, amma ikinci yox. Ona görə biri çıxacaq burada. Quruluşsa düzəltmədir, yığılmış sözü quruluşsa düzəltmədir, yaranır isə yox, ona görə ikində çıxacaq. Doğru cavab 3-4-dür. Kökü feildir, bəli, yığ, yaran. Beşincidə nədir? İnkar şəkilçisi qəbul edə bilir. İnkar şəkilçisi əslində qəbul edə bilir, amma bu yanlışda yazılıb uşaqlar. Bu da ola bilməz. 5 axı doğru fikirdir. Yəni yığılmış, yığılmamış, yaranır, yaranmır deyə bilərik. Ona görə 5-in burada yazılması yanlışdır. Bu 5 də ola bilməzdir. İkinci hissəsinin qrammatik xüsusiyyətinə malikdir. Yanlışların altında yazılıb. Bəli. Ümumiyyətlə bu yaranır buna aid deyil. İki nitq hissəsinin yox, bir nitq hissəsinin xüsusiyyətini daşıyır. Eyni zamanda yığılmış bu fikirdə eyni zamanda burada olmalıdır. Yəni iki nitq hissəsinin xüsusiyyətini daşıyan söz yığılmış sözüdür. Yığılmış feili sifətidir. Daha doğrusu bu doğru fikirdir bunun üçün. Amma bu yanlışdır. Bu fikir yanlışdır, yaranır sözü üçün. Növbəti sual 48-ci. Yaxşılıq etməyə gücün çatmasa, heç olmasa pislik etmə. Uşaqlar, 48-də cümləsinin ilk feili ilə bağlı doğru fikirləri müəyyən edin. Yaxşılıq etmək. Bax, yaxşılıq etmək, yaxşılıq etmək mürəkkəb feildir. Et burada köməkçi rol oynayan feildir ki, bir yerdə mürəkkəb feil yaranıb. Ümumiyyətlə, bizdə sual edilsə, yaxşılıq etmək. Bu neçə dənə sözdür? Bu bir dənə sözdür. Yaxşılıq etmək mürəkkəb feil olaraq bir dil vahidi, yəni bir dənə sözdür. Sadəcə iki hissədən ibarətdir. Birinciyə baxaq, söz birləşməsinin əsas tərəfidir. Söz birləşməsinin əsas tərəfidir. Yox, bu mürəkkəb feildir deyə söz birləşməsi ola bilməz. Nə üçün? Burada et köməkçi rol oynayır. Amma söz birləşməsinin hər iki tərəfi və ən əsası da əsas tərəfi, yəni ikinci yerdə duran söz əsas nitq hissəsi olmalıdır. Burada isə köməkçidir deyə, köməkçi funksiya daşıyan feildir deyə bu söz birləşməsi deyil. Şərt şəklindədir. Yox, şərt şəklində də deyil. Sasə şəkilçisi yoxdur burada. Məstərdir, bəli. Məy burada məstər şəkilçisidir. 3 var. Sonra dördüncü nə etməyə sualına cavab verir? Yox, nə etməyə demək olmaz. Nə etməyə, yaxşılıq etməyə gücün çatmasa, nəyə gücün çatmasa, yaxşı, nə etməyə yox, nəyə sualı vermək düzgündür. Çünki nə etməyə feilin ismin elə bir sualı yoxdur. Nəyə görə ismin dedi uşaqlar? Çünki axı etmək, mək burada məstər isma aid olan ə şəkilçisi qəbul edib. İsmin də nə etmək yox, nəyə sualı var. Ona görə 4-də ola bilməz. 5-ə baxaq. Yönlü çalın sualına cavab verir. Bu bəli, bu düzdür. 3-5 var. Şəxsə görə dəyişməyib. Bəli, dəyişməyib. Çünki məstər dediyə şəxsə kəmiyyətə görə dəyişməz. Doğru cavab D bəndidir. Baxaq 49-a. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış. Biz edənləri bir yox, təşkil edənlər eyni zamanda görüb sözlərlə baxacağıq. Təşkil edən yenə də mürəkkəb feildir. Yeri gəlmişkən ən burada feili sifət şəkilçilər, feilin şəxsi onluğudur. Üzr istəyirəm, ismin cəm şəkilçisidir bu məqamda. Görüb sözü feili bağlamadır. İsmin sualına cavab verir. 1. A.
Tədbiri təşkil edənlər zalda qalib idmançıları görüb sevindilər kim? Tədbiri təşkil edənlər. Bəli, təşkil edənlər ismin sualına cavab verir. 1A. Aha, 1A. Ya B-dir, ya da E bəndi olacaq. 1A. Bu düz fikirdir. Sonra hərəkətin səbəbini bildirir. Hərəkətin səbəbini bildirir. İkincidə B bəndinə baxaq, 2-yə B üçün baxaq. Görüb sevindilər. Bəli, sevinmələrinin səbəbi görməkdir. Yəni, görüb burada feili bağlamadır və səbəb məzmunu yaradır. 2-də B olmalıdır, elə doğru cavab B bəndi olacaq. Niyə sualına cavab verir? Bəli, niyə, nə üçün sualına cavab verir? Nə üçün sevindilər? Nəyə görə sevindilər? Yəni, niyə sevindilər? Səbəb məzmununda niyə sevindilər deyirik və olur B bəndi. Niyə sualına cavab verir? Bəli, həqiqətən bu da düzdür. Aha, isimləşib, ona görə də feilin xüsusiyyətini daşımır. D. Bir də D də var uşaqlar. Amma bu doğru fikir deyil. Məsələn, təşkil edənlər sözü düzdür, isimləşib. Amma yenə də feilin xüsusiyyətini daşıyır. Məsələn, biz deyirik ki, təşkil edənlər feili sifətdir, isimləşib, amma yenə də, məsələn, təsdiqdədir. Təşkil edənlər, təşkil etməyənlər inşarda olardı, amma bu təsdiqdədir. Eləcə də feilin məlum növündədir, qrammatik baxımdan. Yəni, təsdiqdə olması feilin məlum növündə olması onun feilə aid olan xüsusiyyətidir. O, öz feil xüsusiyyətlərini saxlayır. Ona görə də burada daşımır, yanlışdır. Keçmiş zamanı bildirir. Yox, təşkil edənlər ən şəkilçisinə əsaslanıb nə deyirik? İndiki zaman məzmunlu feili sifət deyir. Növbəti 50-ci. Hansı feillərin inkarı həm ma, mə inkar şəkilçisi, həm də deyil sözü ilə düzəlir? Baxaq. Gedəsiyəm. Uşaqlar, bu gedəsiyəm əsli lazım şəklidir. Lazım şəkli heç bir halda deməli, ma, mə inkar şəkilçisi qəbul etməz. Ona görə ikiləri çıxacağım burada. Heç bir vaxt qəbul etmir. Danışar. Danışar sözü təsriflənən feildir. Danışar. Danış sözün köküdür. Ar gələcək zaman şəkilçisidir. Bu da deyilən heç bir zaman işlənə bilməz. Üçüncüyə baxaq. Bildirmək. Aha. Bildirmək. Məsələn, biz bildirməyi bildirməmək deyə bilirik. Normal. Amma bunu bir başqa cümlədə işlədək. Tutalım, məqsədim bu məlumatı bildirmək deyil. Yəni bildirməməkdir mənasında, bildirmək deyil. Deyil sözü ilə bir yerdə işlətdim. Yəni 3 var. Aha. Sonra sevinən sözünə baxaq. Sevinən. Sevinən, sevinməyən demək mümkündür. Feili sifətdir. Eyni zamanda sevinən deyil. O bütün bunlara sevinən deyil onsuz da. Yəni deyil sözü ilə də onun inkarını qura bildik. Deməli, 3, 4, sonra 5 nədir? Oxumalısınız. Bəli, oxumalısınız. Biz bilirik, vacib şəkli həmi ma, mə inkarlıq şəkilçisi. Eyni zamanda deyil sözü ilə onun inkarı qurula bilər. 5-də var. 3, 4, 5. 6-da nədir? Öyrəndiyim, öyrənmədiyim də deyə bilərəm. Eyni zamanda bu məlumat mənim öyrəndiyim deyil. Yəni, bu xəbər mənim öyrəndiyim xəbər deyil. Bu ad mənim öyrəndiyim ad deyil. Yəni, öyrəndiyim deyil də işlədə bilərəm. O səbəbdən A bəndi doğru cavabdır. 51-ə baxaq. Cümlələrdə işlənmiş təsriflənməyən feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Təsriflənməyən feillərlə bağlı. Uşaqlar, indi təsriflənməyən feillərə baxmalıyıq. Biz ayağa qalxanda, qalx sözün köküdür, anda oldu feili bağlama. Yanımda durduğunu gördüm, Aslan müəllimin yanında durduğunu gördüm. Durmaq sözün kökü, duğu oldu feili sifət şəkilçisi, qrammatik, nu isə təsirlik hal şəkilçisi. Burada 2 dənə sözdür. İkinciyə baxaq, Aslan müəllim
Amma şərtində bizə deyir uyğun fikirlər olsun, ha, doğru fikirləri tapmalıyıq. Aslan müəllim qımıldanmadan, madan burada fe'li bağlama şəkilçisi, qəddi qırılmış, mış fe'li sifət şəkilçisi, bu leksik şəkilçisidir. Yasəmən ağacına baxırdı. Aha, birinci cümlə ilə bağlı doğru fikirdir. Baxırıq birinciyə. Nə deyir? Fe'li bağlama zaman məzmunu bildirir. Görək doğrudurmu? Fe'li bağlama. Ayağa qalxanda Aslan müəllimin yanımda durduğunu gördüm. Nə etdim gördüm? Nə vaxt gördüm? Ayağa qalxanda. Anda zaman məzmunu bildirir. Bir doğrudur. İkinciyə baxaq. Fe'li sifət tərkib əmələ gətirməmişdir. Aha. Fe'li sifət hansıdır? Yanımda durduğunu sözü. Gördüm. Nə etdim gördüm. Nəyi gördüm? Bax, indi qaydaq. Hansı sözlər idi? Qalxanda sözü, bir də durduğunu sözü idi. Aha, fe'li sifət tərkib əmələ gətirməmişdir deyir. Baxaq, durduğunu gördüm. Nə etdim gördüm. Nəyi gördüm? Aslan müəllimin yanımda durduğunu gördüm. Biz buna deyəcəyik cümlənin tamamlığı nəyi sualına cavab verir və durduğunu fe'li sifəti uşaqlar, durduğunu fe'li sifəti özündən əvvəlki bu sözləri də özünə tabe edərək fe'li birləşmə, yəni fe'li sifət tərkibi əmələ gətirib. Amma burada yazdırıb gətirməmişdir. Ona görə 2 ola bilməz. Amma bir doğru fikirdir. İkinciyə baxaq. Fe'li bağlama tərz məzmunu bildirir. İkinci zamanda. Qımıldanmadan. Aha. Qəddi qırılmış Yasəmən ağacına baxırdı. Fe'li bağlama tərz məzmunu bildirir. Hə, ikinci cümlə ilə bağlı yanlış. Bizdən yanlışı soruşur, ha. Əslində ikinci cümlədə qımıldanmadan sözü, bəli, tərz məzmunu bildirir. Bu düz fikirdir. Amma 3 düz fikirdir, amma bizdən yanlışı soruşur deyə 3-ü götürməyəcəyik. Fe'li sifət indiki zaman məzmunludur. 4-ə baxaq. Qəddi qırılmış. Yox, qırılmış sözü burada fe'li sifətdir, amma keçmiş zaman məzmunludur. Bu indiki zamandır. Yanlış fikirdirmi? Bəli, bu yanlış fikirdir. Ona görə biz 4-ü götürəcəyik. Doğru cavab 1, 4. Yəni birinci cümlə ilə bağlı doğru fikir, ikinci cümlə ilə bağlı isə yanlış fikri bizdən istədi. O da 1 və 4-cü fikirlərdir. 52-yə baxaq. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirləri müəyyən edin. 52-də. Aha. Uyğun fikir nə deməkdir? Doğrunun altında doğru olmalıdır, doğru sütununda, yanlış da ki, yanlış sütununda yanlış fikir verilməlidir. Bax, o deməkdir. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Doğrudur. Həm indiki, həm də keçmiş zaman məzmunlu fe'li sifət işlənmişdir. Baxaq, doldurulmuş quzular. Hansı quzular doldurulmuş? Keçmiş zamandır, bəli. Gələn sürünü görüb, gələn indiki zaman məzmunlu fe'li sifətdir. Bir doğru fikirdir. Bəli, bir düzdür. Aha, bir doğrudur, ona görə A ilə D-nin üstünə xətt çəkirəm. Fe'li sifətlərdən biri məlum, digəri məchul növdədir. Baxaq, doldurulmuşdur. Biz onun üçün kök şəkil çayıraq. Doldurmaq sözün kökü, dur, leksik, ul da leksik. Doldurulmuş, böyük ağla doldurulmuş quzular. Kim tərəfindən? Bax, axırıncı leksik şəkilçini götürəcəm uşaqlar. Ümumiyyətlə, bu məqamda əgər sözdə 2 leksik şəkilçi varsa, mən sonuncunu götürüb, ona əsaslanaraq deyəcəyəm ki, bu feil hansı qrammatik məna növdədir. Məsələn, quzular ağla dolduruldu. Kim tərəfindən bilinmir? Nə? Quzular. Deməli, məchul növdədir. Aha. Biri düzdür, məchuldur. Gələn sözü isə sadə sözdür deyə, bu da əlbəttə məlum növdədir. 2 də var. 1, 2. Aha, bunu da üstündən xətt çəkək. 3-ə baxaq. Heç burada ümumiyyətlə 3 yoxdur. Təsriflənməyən feillərdən heç biri tərkib əmələ gətirməmişdir. 4-ə fikir verək, yanlışdırın altında. Təsriflənməyən feillərdən heç biri tərkib əmələ
gətirməmişdir. Aha. Görək tərkib əmələ gətiribmi? Nə edirdi? Mələşirdi. Nə? Quzular. Hansı quzular? Böyük ağla doldurulmuş quzular. Bu olur cümlənin təyini. Və elə baxanda görürəm doldurulmuş sözü elə tərkib əmələ gətirib. Amma burada yazıb gətirməmişdir. Yəni bu fikir yanlışdır. Elə yanlışın da altında yazılıb deyə uşaqlar. Biz 4-ü də götürəcəyik. Yəni yanlış sütununda yanlış fikir yazılıb. O səbəbdən 1, 2, 4 olacaq. 5-ə də baxaq. Fe'li bağlama əsas fe'ldəki hərəkətin səbəbini bildirir. Görək səbəbini bildirirmi? Fe'li bağlama böyük ağla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Fe'li bağlama hansıdır? Görüb sözü fe'li bağlamadır. Üb burada qrammatik şəkilçidir. Üb qrammatik şəkilçidir. Aha. Fe'li bağlama əsas fe'ldəki hərəkətin səbəbini bildirir. Bu elə düzdür. Yəni hansı səbəbdən mələşirdi? Sürünü görüb mələşirdi. Bu düz fikirdir deyə bu burada olmamalı idi. 5 burada yazılması yanlışdır. Yəni 5 əslində bu tərəfdə yazılmalıdır. Yəni doğru fikirdir. 3-ə də baxaq. Təsriflənməyən fe'llərin hamısı quruluşca sadədir. Yox, doldurulmuşdur sözü dedik ki, 2 leksik şəkilçi ilə düzəltmədir. 3 isə burada yazılmalı idi. Doğru cavab oldu 1, 2, 4. 53-ə baxaq. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin uşaqlar soruşur bizdən. Biz doğrunu qeyd etməliyik. Mən onu o qədər sevirdim ki, saatlarla qoruqda dayanıb otlamasına tamaşa edirdim. Məstər, bir də fe'li bağlama. Aha. Saatlarla qoruqda dayanıb otlamasına tamaşa edirdim. Burada məstər varmı? Bizdən məstərlə fe'li bağlama soruşur. Otlamasına, bəli var. Bu məstər şəkilçisidir. Otlamasına sözü məstərdir. Bəs fe'li bağlama varmı? Bəli, dayanıb sözü də fe'li bağlamadır. Bax, bu dayanıb. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə, ayaqlaşmaq bu məstərdir. Dinməyib ardımca qaçırdım. Burada dinməyib sözü də fe'li bağlamadır. Yəni bunları fərqli rəngdə göstərək. Deməli, dayanıb sözü ıb şəkilçisinə əsasən fe'li bağlama deyəcəm. Dinməyib də fe'li bağlamadır. Aha. Uşaqlar, indi bizdən nə istəyir? Məstərlərdə aid doğru fikirlər. Ayaqlaşmağa, bir də otlamasına. Bu sözlərlə bağlı doğru fikri soruşur. Hər iki cümlədə ismin yönlü halında olan məstər işlənmişdir. Görək düzmü deyir? Hər iki cümlədə ismin yönlü halı. Bəli, A şəkilçisini görürəm, ayaqlaşmağa A. Yönlü hal şəkilçisi qəbul edib həqiqətən. Bir düzdür. Bir var. Bir varsa, bax, A-la D-ni çıxacaq. Aha. İkinci, cümlələrdəki məstərlər mənsubiyyət şəkilçisi də qəbul etmişdir. Aha, otlamasına, ot sözün kökü la leksik, ma məstər, s, onun otlaması, mənsubiyyət. Bu da yönlü halıdır. Bəs ayaqlaşmağa sözündə, ayaqlaşmağa mən onunla ayaqlaşmağa, yəni ona gəlib çatmağa mənasında laş leksikdir. Maq, məstər, a, yönlük hal. Burada isə yoxdur. Yəni 2-də verilən fikir yanlışdır. Hər iki cümlədə yox, yalnız bir cümlədə mənsubiyyət şəkilçili məstər var. İndi fe'li bağlamaya baxaq. Uşaqlar, fe'li bağlama. Həm birinci, həm də ikinci cümlədəki fe'li bağlamalar tərz məzmunu bildirir. Görək. Birinci cümlədə dayanıb otlamasına, birinci, ikinci cümlədə tərz məzmunu bildirir. Saatlarla qoruqda dayanıb otlamasına tamaşa edirdim. Nə edirdim? Tamaşa edirdim. Nəyə tamaşa edirdim? Otlamasına. Bu tamamlıq.
Necə tamaşa edirdim? Nə edirdim? Tamaşa edirdim. Necə tamaşa edirdim? Yəni necə baxırdım onlara? Saatlarla qoruqda dayanıb. Hamısı bir yerdə tərz hərəkət zərfliyi olacaq. Saatlarla qoruqda dayanıb. Bu dayanıb sözü feili bağlaması, ıb şəkilçisi qəbul edən tamaşa edirdimin xəbərinin tərzini bildirir. O səbəbdən də bir deməli bu tərz bildirir. İkinciyə baxaq. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə də dinməyib ardınca qaçırdım. Nə edirdim? Qaçırdım. Nə cür qaçırdım? Dinməyib. Bu da olur yenə tərzi hərəkət zərfliyi və hərəkətin tərzini bildirir. Sintaksisdə tərz hərəkət zərfliyidir uşaqlar. Amma morfologiyada dinməyib sözü feili bağlamadır. Bu feili bağlama bəli tərz məzmunu bildirir. Doğru cavab elə 1, 3-dür. Bəs 4-ə baxaq. Hər iki cümlədəki feili bağlamalar tərkib əmələ gətirmişdir. Uşaqlar, indi burada bir diqqətli olaq. Bax, vergüldən sonraya baxacağıq. Nə edirdim? Qaçırdım. Nə cür qaçırdım? Dinməyib. Görürük, dinməyib sözü elə təklikdə suala cavab verir. Yəni, necə qaçırdım? Dinməyib qaçırdım. Əgər bu təkdirsə, tərkib ola bilər? Əlbəttə olmaz. Bu ola bilməz. Çünki tək sözdür axı. Tərkib odur ki, söz birləşməsi əmələ gətirsin. O, özünə bir və ya bir neçə digər sözləri tabe eləsin. Amma yuxarıda tamaşa edirdim. Necə tamaşa edirdim? Bax, saatlarla qoruqda dayanıb tamaşa edirdim. Bu isə tərkib əmələ gətirib. Yalnız birinə aiddir də. O səbəbdən 4-ü biz seçə bilmərik. Doğru cavab 53-də B bəndidir. Növbəti. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Artıq 3 dənə cümlə verilib. Baxaq. Səhərin, bax bizdən nə istəyir? Əvvəlcə deməli, bu hissəyə baxacaq. Cümlələrdən yalnız birinə aid fikirdir. Cümlələrdən yalnız ikisinə, cümlələrin heç birinə aid olmayan fikir. Bax, burada da bu məsələyə belə yanaşıblar. Baxaq, səhərin alatoranlığında qoruqlarda otlayan qoyun sürüləri və çobanların qaladıqları ocaqların alovu görünürdü. Uşaqlar, burada feili sifət, mənsubiyyət və hal şəkli məsdər, təsriflənməyən feil, feili sifət. Biz gəlin əvvəlcə bu cümlədə, bunlarda təsriflənməyən feilləri müəyyən edək. Səhərin alatoranlığında qoruqlarda otlayan oldu feili sifət. İndiki zaman məzmunlu. Çobanların qaladıqları, bax, qala sözün köküdür, dıqları, bu da oldu feili sifət. Alxan dayı pambığın və ya əkinlərinin yaxşı bitməsindən burada mə şəkilçisinə görə deyəcəm məsdərdir. Bu məsdərdir, mə aromatik şəkilçi. Kənddə tikilən elektrik stansiyalarından danışdı. Tikilən də illeksik şəkilçidir uşaqlar. Yer gəlmişəm məchul növdədir. Ən isə oldu feili sifət. Qoyun quzu ilə ayaqlaşmaq üçün maq oldu məsdər. Maşın əl vermirdi, çünki qoyunları yaylağa otara aparırdılar. Bax, burada da a oldu feili bağlama. İndi görək. Tərz məzmunu bildirən feili bağlama işlənmişdir. Yalnız birində. Cümlələrin yalnız birində. Görək, bu düzmü fikirdir? Cümlə və otara tərz məzmunu bildirir. Düzdür, otara tərz məzmunu bildirir. Bu düz fikirdir. Yəni, bir düzdür. Başqa cümlədə elə bir söz varmı feili bağlama ki, tərz bildirsin? Yox. Yəni, bir var. Bir olmayan bəndləri uşaqlar silirəm indidən. Keçmiş zaman məzmunlu feili sifət var. 2. Görək. Amma cümlənin yalnız birində olmalıdır. Keçmiş zaman məzmunlu feili sifət. Bəli, qaladıqları var. Dıqları. Bu, keçmiş zaman məzmunlu feili sifətdir. O birlərdə varmı? Yox. Tikiləndir. Ayaqlaşmaq da məsələdir. Düzdür, bu da düzdür. Yalnız bir cümlədə də keçmiş zaman məzmunlu feili sifət var. 2 də var. 1, 2 elə
Deyəsən, D bəndi olacaq. 1, 2 var. 3-ə baxaq. İndiki zaman, amma 2 dənə cümləyə aiddir. Cümlələrdən yalnız ikisinə aiddir. 3-ə baxaq. İndiki zaman məzmunlu fe'li sifət işlənmişdir. Otlayan, bəli, indiki zamandır, an, ən. Tikilən, bu da indiki zaman məzmunludur. O bir cümlədə isə elə bir söz yoxdur. Bu da düzdür. Deməli, 4, 5 demək yanlışdır. Belə çıxır 6. Cümlələrin heç birinə aid olmayan fikir. Nə yazır? Qayda üç növdə təsriflənməyən feil işlənmişdir. Uşaqlar, burada leksik şəkilçili 2 dənə söz var idi elə. Daha doğrusu 3 dənə. Otla, la leksikdir. Amma otlayan sözü məlum növdədir. Yəni bu məlum növdür. Sonra tikilən sözündə bu məchul növdür. Kim tərəfindən tikildi, tikilən bilinmir. Ona görə bu məchul növdədir, qayda üç növ deyil. Ayaqlaşmaqda da düzdür, laş var, amma bu da deməli, bu da məlum növdədir. Otara, otara sözündə də ar, ar. Bunlar da leksik şəkilçidir, bu da məlum növdədir. Bir sözlə burada qayda üç növdə olan yoxdur. Ona görə və bu düz fikirdir. Cümlələrin heç birinə aid olmayan fikir həqiqətən də bu aid deyil heç birinə. Ona görə D bəndi düzdür. İndi 4-ə də baxaq. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş məsdər var. Məsdər, elə bir məsdər varmı? Mənsubiyyət və hal şəkilçisi qəbul edib. Bitməsindən bəli, qəbul edib. Amma o bir dənə sözdür uşaqlar. Amma bizdən istəyirdi 2 dənə. 2 cümlədə olsun belə bir söz. 2 cümlədə yox, yalnız bir cümlədə var. Ona görə 4 ola bilməzdi. 5-ə də baxaq, məchul növdə olan fe'li sifət var. Bu isə düz fikirdir. Amma bu nəyin altındadır? Heç birinə aid olmayan, tamamilə yanlışın altında yazılıb. Amma 5 düzdür. Tikilən sözü məchul növdə olan fe'li sifətdir. Bir sözlə doğru cavab D bəndidir. D bəndi doğru cavabdır. Sonra 55-ə baxaq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. 55. İndiki zaman məzmunlu fe'li sifət işlənmişdir. Baxaq. Otların və çiçəklərin arasından keçən, keçən, hansı keçən? Bu oldu fe'li sifət indiki zaman məzmunlu. Bir düz fikirdir. Bir var. Bir olmayan bəndləri silirəm. Bir düzdür. Alaçığın yanında yatmış dəvələr ahəstə-ahəstə gövşəyir. Yatmış, hansı dəvələr? Yatmış dəvələr. Bu oldu keçmiş zaman məzmunlu, amma bizdən indiki soruşur, yəni 2 ola bilməz. 2 ola bilməz, C bəndində silirəm. Qoyunları tapa bilmədiyimiz üçün onun kefi yox idi. Bilmədiyimiz, deyimiz də burada uşaqlar, yenə fe'li sifətdir, amma keçmiş zaman məzmunludur, 3 də ola bilməz. Bizdən indikini soruşur burada. 3 də ola bilməz. 4-ə baxaq. Keçmiş zaman məzmunlu fe'li sifət. Onun dırnaqlarının altından qopan daşlar, qopan indiki zaman məzmunludur. Bizdən keçmişi soruşur. 4 ola bilməz. 5. Biz nə qədər baxdıqsa, vurulmuş keçini, muş burada fe'li sifətdir və vurulmuş sözü ümumiyyətlə məchul növdə olan fe'li sifətdir. 5 isə doğrudur. Keçmiş zaman, bax burada keçmişdir və keçmiş zaman məzmunlu fe'li sifətdə işlənib. Doğru cavab D bəndidir. 56. 56. Tünd qara hərflərlə verilmiş fe'llərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Tünd qara hərflərlə verilmiş cümlələr. Bunun açıq sualdır bu. Verilmiş fe'llərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Otağın pəncərəsi açıldığı vaxt, bax bunu dərhal biz nə edəcəyik? Kök şəkilçiyə ayıracağıq. O leksik, dığı, qrammatik şəkilçi fe'li sifət. Açıldığı sözü fe'lin məchul növündədir. Dərhal bunu müəyyən edirəm. 2. Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Qalxdıqca, qalx sözün köküdür, dıqca fe'li bağlama şəkilçisi. Baxaq. Doğrudur. Doğrudurun bizdən nə soruşur? Uyğun fikirləri, yəni doğrudurun altında doğru, yanlışın altında yanlış olmalıdır. Keçmiş zaman məzmunlu fe'li sifət varmı? Bəli, açıldığı sözü keçmiş zaman məzmunludur. Dığı keçmiş zaman məzmunu
formalaşdırır. Bir düzdür. Quruluşsa düzəltmədir, doğrudur. Amma uşaqlar, burada daha doğrusu feildən düzəlib. İkinci budur. Feildən düzəlib. Birinci cümləyə aid bu fikirlərdir. Yəni, doğru və yanlış. Bu ikinci cümləyə aid. Feildən düzəlib. Baxaq, açıldığı. Açıldığı sözü, bəli, açmaq feilindən düzəlib. Yəni, iki də doğru fikirdir. Doğrunun altında həqiqətən doğrular verilir. Birinci cümlə ilə bağlı. Bura baxaq yanlışa. Məhsul növdədir. Yox, məhsul növdə olmağına elə doğrudan məhsul növdədir. Çünki otağın pəncərəsinin açılmağından söhbət gedir. Kim tərəfindən bilinmir. O səbəbdən də bu həqiqətən məhsuldur, amma yanlışın altında yazılmamalıdır. O doğrunun altında yazılmalıdır. Ona görə 4 ola bilməz. Sonra feilin və zərfin xüsusiyyətlərini daşıyır. Yox, feilin və sifətin xüsusiyyətlərini daşıyır. Bu isə düzdür. Baxaq, bu isə düzdür uşaqlar. Nə üçün düzdür? Açıldığı feili sifəti, feillə sifətin xüsusiyyətini daşıyır. Yanlışdır. Elə yanlışın altında elə yanlış fikir veriblər, zərfin adını çəkiblər. Yəni 56-da doğru cavab 1-dir, 2-dir və 5-dir. 1, 2, 5. Gün qalxdıqca ikinci cümləyə aid nə yazıblar? Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Yazılır, quruluşca düzəltmədir. Yox, qalxdıqca sadədir. Bu yanlış fikirdir. Bunu doğrudurun altında yazıblar. Yanlışdıra nə yazıblar? Təsriflənməyən feildir. Bu isə düz fikirdir. Bunu da götürüb yanlışın altında. Əslində 6 bura, 3 burada olsaydı daha uyğun olar. Bunlar isə ümumiyyətlə yanlışdır. Doğru cavab oldu 1, 2, 5. Biz baxaq. Axırıncı sual, uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini, feili bağlama hərəkətin səbəbini bildirsin. Baxaq uşaqlar. O mücrünü götürüb onun qabağında açdı. Bu nəyə uyğun gələr? O mücrünü götürüb, üb şəkilçisi götürərək. Feili bağlama, bəli, burada tərz məzmunu bildirir. Uşaq qaça-qaça anasına yaxınlaşdı. A. Yəni qaç sözün köküdür. Qaça-qaça feili bağlamadır və A ilə B tərz məzmunu bildirir həqiqətən. C-yə baxaq. Gördüyündən təəssüflənərək başını yellədi. Gördüyündən təəssüflənərək başını yellədi. Feili bağlama deyir, hərəkətin səbəbini bildirsin. Təəssüflənərək başını etdi, başını yellədi. Hansı səbəbdən başını yerlədi? Gördüyündən təəssüflənərək. Yəni təəssüflənərək. Bu feili bağlamadır və başını yelləməyin səbəbini bildirir həqiqətən. Doğrudan da səbəbini bildirir. O səbəbdən də C burada səbəb məzmunu bildirir. Müəllim danışanda qulaq asmaq lazımdır. Yox, danışanda burada zaman məzmunudur. Amma bizdən zamanı soruşmur da, tərzlə səbəb soruşur. D bəndə heç birinə uyğun gəlmir. Utanıb başını aşağı saldı. Nə etdi? Başını aşağı saldı. Hansı səbəbdən? Utanıb. Utanıb burada ıb şəkilçisinə görə deyirik, feili bağlamadır və səbəb məzmunu bildirir. E bəndi də səbəbə uyğun gəlir.